Herkese salam, kanalıma hoş gelmişsiniz kızlar. Yeni vlogumuza başlayırıq. Necəsiniz? Gününüz aydın olsun, uğurlu olsun inşallah. Allah Teala güzel günler nəsib eləsin. Oyanmışam kızlar. Yoldaşıma yola saldım. Yemeğini verdim. Xəbər yatıb hələ bugün musiqi məktəbidir, amma çöldə 28 dərəcə şaxtadır. Yəni ona görə də biz uşağı göndərməyəcəyik. Bugün yoldaşım aparmayacaq. Oğlum işdən gəlib, ikinci oğlum da işə gedib. Mən də elə indi üzümə nahar hazırlamışam. Hazırlamışam deyəndə ki, elə olduğu elə məhsullardan götürmüşəm. İndi göstərəcəyəm. Bir stəkan suyumu içdim, yəni 500 qram suyumu içdim, 500 ml yəni. Və indi yemək yeyəcəm. Saat artıq 10-a qalıb. Demək ki, burada bir armuddur məndə, bir pomidordur, belə bir kəsmikdir. İndi açacağam paçkanı. 0% yağlılığı və özümə kofe hazırlamışam. Bir ədəd şəkər əvəzedici ilə südlü kofe, yəni adi kofe, qara kofe üzərinə süd əlavə eləmişəm. Çünki o paçkadakı üçü birində kofelər, onlar uyğun gəlmir heç vaxt düzgün qidalanmaya. Bugün sıra günü, qızlar ad günə getmişdim. Qatıb qarışdırdım. Dünən evdə heç yaxşı değildim, sözün düzü. Ona görə də bugün tam artıq əhval-ruhiyyədəyəm ki, belə düzgün qidalanım, necə lazımdır, sağlam qidalanım. İdman da eləyəcəm bugün. İndi birazdan mağazinə gedərəm qızlar. Hava qəşəngdir. Qəşəngdir də günəşdir. Şaxtadır, amma günəşdir. Mən də günəşli hava görəndə elə inanırsınız, özümü hiss edirəm, tam Bakıdayım. Həm də TikTok'u açdım. Burada bir gözəl xanımın səhifəsi var. Mən inansız ilk dəfə onu gördüm bugün. Takipçiləri də çox idi. Mən də takip oldum ona. 600-nə qədər bu dəqiqə efirdə adam var idi. İnanın Bakıda yaşayır. Pəncərədən həyəti göstərdi. O qədər ürəyim açıldı ki, elə bildim özüm də Bakıdayım. Allah and olsun, o qədər darıxıram, dəhşətli dərəcədəyəm. Orada təsəvvür eləyin, günəşdir, hava qəşəngdir, amma bizdə günəş olsa da şaxtadır. Amma yenə də elə ümidlərlə yaşayıram ki, inşallah Allah Teala yol açacaq, sağ-salamat biz də köçərik. Qətiyyən burada yaşamaq istəmirəm. Ümumiyyətlə, məni heç nə, inanırsınız qızlar, vətən məhəbbətini ürəyimdən çıxara bilməz də, heç nə. Nə qədər də mənə desələr ki, orada çətindir yaşamaq, dolanmaq, mən sadəcə istəyirəm öz vətənimi. Başqa bir, mən bilirəm ki, orada yaşasaq, hər şey bizdə normal olacaq. Hər şey inşallah ki, Allah kömək olacaq, yaxşı olacaq və orada heç də pis olmayacaq. Mən Bakıda 1 il yaşadım, 1 ildən çox da, 1 il, 2 ay yaşadım, 1 il 1 ay, belə 2 aya yaxında yəni. Amma o qədər inanırsınız, biraz da sevdim Azərbaycanı. Mənə biri qayıdıb deyəndə ki, orada pisdir falandır. İnanırsınız, istəyirəm ki, o adamla ümumiyyətlə danışmayayım da, mənə insan maraqlı gəlmir. Çünki mənim ürəyimdəki o vətənin məhəbbətini heç nə çıxarda bilməz. Mən o qədər öz vətənimi sevirəm, o qədər vətənimə bağlı bir insanım ki, nə bilim valla, Allah Teala var eləsin bizim vətənimizi, bizim millətimizi qorusun Allah. Belə qızlar. Neyse, mən yeməyimi yeyim. Sonra da qaçım, gedim mağazaya, gedim bəzi məhsulları alım gəlim və günorta yemeğimi pişireyim. Çünkü yoldaşım birazdan işten gelecek, oğlum gelecek. Abedi pişirmeye lazımdır. Böyle. Kızlar çıkmışam. Zibillerimi attım. Şimdi de gedirəm. Mağazaya gedirəm. Mağaza buradadır. Burada mağazadır. Burada da evimiz. Soyuqdur. Böyle hava küləkli değil. Ama şaxta var. Ben kosmetikasızım kızlar. Üzürlü sayın. Həvəsim olmadı nəsə. Bu yoldan geçsem yaxşı olur. Su qrovları keçməyim deyə. Telefonu tutmuşam, əlim donur. Evdə bəzi şeylər yoxdur. Gedim onları alım. Burada sürüşü bir yekə balıq tutacağım. Yığılarım yerə. De mənim sürüşməyən sapaşkilərim.
Kızlar bunlar sürüşmürlər ümumiyyətlə. Ona görə bunları almışam ki. Amma ki onun внешний vidi hiç hoşuma gəlmir. Rəngi hoşuma gəlmir. Mənim rəngim deyil ümumiyyətlə. Amma ki ona görə almışam ki sürüşmür. Yoxsa mən bu illərə inanırsınız. Bu qədər yıxılmışam mən bu qışda. Çünki piyada işə gedəndə Astanovkaya kimi 8 dəqiqə 7 dəqiqə gedirdim. Sürüşürdüm tez-tez. İnanın bir gün 2 dəfə yıxılmışam yerə. O qədər bəhdəlmişdim ki ağlım tutmuşdu mənim dərəcədə. O görə bunları aldım və qışı rahat keçirdəcəyim. Yəqin ki bunları Bakıya aparmayacağım özümlə. Çünki Bakıda sürüşməli yer yoxdur. Ama qazanın qabağındayıq artıq. Əlim dondu qızlar. Elə soyuqdu ki dəhşət. Bu qədər yığmışam qızlar. Hələ ki baxıram da nə lazımdır. Bunlar deyəsən ton balıqlarıdır da yəni. Azərbaycanda hə. Tunes fıs dilindədir. Ben bundan götürüm. Bunlar qızlar yağdadır, Tunes maslı. Bunu götürmək yaxşıdır. Bu öz sokundadır yəni, bu maslada deyil. Ona görə bunun kalorisi az olacaq. Düzdür, bu ondan bahadır. Amma yenə də yaxşıdır. Bura mənim sevimli hədyelimdir qızlar. Burada həmişə ürəyim istədiyim şeyləri alıram. Belə qəşəng donatlar var. Bunlar şəkərsizdirlər. Ona görə də götürəcəm indi bunu. İndi baha deyil cəmi 100 rubladır, yəni 2 manatadır. Bakıda bunlar çox baha idi. Bunlardan yox idi sözün düzü. Oxşarları var idi yəni. Bu proteinli şeylərdir. Pirojna var. Bunun şokoladlısı da olmalıdır. Ben bananı sevmirəm. Ama bu vişnyalıdır. Yəqin bunu götürəcəm. Mənə süt paradımı qızlar buradan alıram. Qiyməti 179 rubladır. 2 manat, yox. 3 manat 70 qəpik hardasa. Belədir. Belə kaşalardan varım, amma yemirəm. Almışam, qatmışam evdə. Bir dəfə işdə düzəltdim, yedim, daha da xoşuma gəlmədi. Bunlar da, mən ümumiyyətlə sisaşkalı sevirəm hər şey. Amma bunlar çox dadlı deyil qızlar. Onlardan almışam deyə xoşuma gəlməyib. Sonra bunun bir dənə də növü var, o da qəşəngdir. Həm sisaşkalılardan. Ümumiyyətlə, jeli kimi də ortasında, qəşəngdir o. Yoxdur ondan sadəcə indi. Belə pankeklər də yaxşıdır. Bunlardan da varımdı. Bu pankeklərdən evdə var məndə. Belə sandviç də almışdım. Ben bu rəngdə almışdım, amma bu rəngi də var. Bunlardan da varımdı, xoşlamıram. En sevdiğim elə fistaşkalılardır. Bu nədir görəsən? Bundan heç almamışam ama. Tiramisu'dur bunlar. Bu da şekersizdir. Götüreceğim, bakın görün necə olur. Burada görürsünüz kızlar, çipslər də var. Yəni sağlıqlıdır ama inanmıram. Bunlar isə suşunun kubikləridir. Aşağıdakılar. Evdə hazırlamıram deyə eləmirəm. Götürmürəm, yoxsa götürərdim. Burada priprava gelidir. Mənə lazımdır sarı kök. Zəfəran da zakaz eləmişəm, gəlib artıq. İndi götürəcəyim. Qara istiyodum da bitib qızlar. Qara istiyod götürüb. Burada. Bunlar balacadır. Bunlar yaxşıdırlar. Böyüyü. Amma şey görmürəm. Sarı kök görmürəm nəsə. Olmasa pisdir də. Çünki mən spasat eləyir həqiqətən. O bir tərəflərdə baxaram indi. Listi götürün. Bu arada yaxşıdır. Pekinski kapustalar xırda. İnan evdə varımdır Pekinski. Amma bu qəşəngdir. Balacadır. Bunu yəqin götürəcəm. Salatça yaxşıdır.
var, nədənsə sevmirəm rukulaları. Şpinat. Görsən, bunları salata vursaq, sır rəngi formada yemək olar, yəni dişməmiş formada. Götürüm də. Bilmirəm, valla birdən yeməyəcəm. Qalsın. Sonra yeməyəcəm, xarab olacaq. Hə, griboç götürəcəm indi. Qəşəng yerlər bunlar, böyüdülər. Gribok. Hə, turp da var. Turp da götürüm. İnanın ki, hər mağazaya gələndə deyirəm, az şey götürəcəm. Çünki çətindir də aparmaq. Piyada gedəcəm evə. Yaxın da olsa yine ağırdır da paket. Ona göre istəmirəm özümü təsqət eləməyə. Yoldaşım da işdədir. Yeni yazılığım gəlir. İşdən onu avara eləməyə. Mən petruşka istəyirdim. Petruşka, amma ki burada ukropda petruşka yoxdur yəqin ki. Elə olur, içəridə var. Elə olur, içəridə olur. Birini də götürəcəm indi. Gel taktım öyle kapıda. Süt de bitip, süt de götürün. Bunu geriyim. Bunlar yaxşıdır. Yağlı çoxdur. Olsa onu götürmürəm, 2-5 götürürəm. Amma bu zaten o kadar şey işlədir, tatsızdır. Yumuşaq kəsmiklərdən götürürəm qızlar. Eve gəlirəm, yoxdur. Oğlum özü yiyir əvəzimə. Belə kəsmik varımda, yumuşaq kəsmik bitmişdi. Mən də savış ki, bunu götüreyim. Batıq var evdə. Götürməyəcəm. Çünki çox ağır gələcək. Yox, götürüm. Onsuz da gəlmişim də. Hər dəqiqə gəlmirəm ki. Qızlar, hər şeydən az-az alaram deyən mən və evə güc balayla paketləri dartan mən. İnanın ki, 3 dəfə dayanaraq gəlib çatmışam evə. O kadar şey almışam ki, ümumiyyətlə taqətim yoxdur da. Təkcə bilirəm ki, santexnika üçün məhsulu biraz balacasından götürdüm. Çünki başa düşdüm ki, mən bunları apara bilməyəcəm. Yoldaşım işdədir. Oğlum da işdən gəlib yatıb gecəsindən. İkinci oğlum da gələ uşaq işdədir, hələ gəlib çıxmayıb. Xəbər də balacadır. Xəbər məndən bu paketləri daşıyan deyil. Ona görə də hələ özüm belə aldım, gətirdim. İndi göstərəcəm. Bunları razılaşıb eləsin xəbər. Mən balaca köməkçim. Biz bugün müziqə getmədik xəvi. Muzikalkan propuskat elədin ha sən bugün. Tostu xoludla. Ev yoxda sabah gedəcəksən skripkaya inşallah ki. 6-cı gün, 5-ci gündür sabah. Amma mən bilmirəm. Paket də cırılıb. Pomidor paketi. Biber buradan. Biberin o birisi harda qaldı xəvi. O bir paket harda qaldı, biberin öz paketi. İnanın ki, razılaşıb eləmək bir dənə şeydir, xəbər mənə kömək edir. İndi sizə göstərəcəm qızlar zəfəranı. Baxın, apalajı da bir salajı. Baxın qızlar nə qədər zəfərandır. Allah əladır. 500 neçə rubl idi məncə. Amma baxın görün nə qədərdir həcmi. Burada 100 qram yazıb, amma 100 qram zəfəran üçün çoxdur da, yəni deyim ki, necə 100 qram çox olur. Çünki zəfəran yüngüldür. Ona görə bu çəki zəfəran üçün çox gözəldir. Bir stəkanı burada noyabrskidə bizdə verirlər qızlar 1000 rubla. Amma bunun içində 2 stəkan olar hardasa. Təsəvvür edin, mən 4 dəfə ekonom eləmişəm bunu almağa. Bir də xəbərin bu naburu gəldi. Onu da göstərəcəyəm sizə. Bağışlayın. Öskürmə əl çəkmirdi məndən. Bu uşağın əmək dərsi üçün naborudur, dikiş naborudur. Baxaq, çok есть внутри, да? Давай посмотрим. Sen bak o şeyleri necə qoyublar? Как российский флаг поставили, да? Qəşəng sumkası var ya kızlar, baxın. Balaca şeydir. Case kimi düzəldiblər xırda. Hə, dostavay. Burada nitkalardı kızlar. Это что? Hə, bu bilmirəm, bu kan deyir, bilmirəm nə deyir bunu. Kanvan deyir, zakazlıdır bu şeydir. Bunun üstünü dikiş eləyəcəklər. Bu da onun üstündəki örtüydür, yəni bunun üstündən qoyurlar. Dikiş eləyənlər bilər də yəqin qızlar. Это что? Nakleyka. Hə, просто наклейкаdır, hə. Sonra bunun içində indi bax nə var xəbər. Давай доставай.
Tiranna. Yox bir Rihanna. Üstündə yazılıb Tiranna. Nə var? Ага, это... Те маленькие это поставили. Подарочек. Balaca xırda üzük koyublar hədiyyə onun üçün. Bu onun iğnələridir. Nə, как называется? Muline. Sapları da iğnələridir deyirəm. Sapları da qızlar. Qəşəng rəngli sapları var. İğnəsi buradadır onun, hə? Bu iqolka, 3 ədəd iqolkası var. Bəs bu nədir? Xəy, plastik iqolka ilə də siz işləyirsiniz, hə? Plastik yox, belə də işləyir, belə də işləyir. Bu nədir ki? Bu bilmirəm. Burada belə xırda şey var. Bunun arasından yəqin buradan keçirdirlər sapı. Nəysə, mübarəkdir, sağlıqla işlət. İndi mən göstərim qızlar nə almışam evə. İşte o biri, pajalosta. Demək qızlar, bu salat listi mən sizə göstərmişdim mağazində. Bunu da göstərmişdim. 2 ədəd toyuq götürmüşəm. Bizə haram qoyum kənara. Mərci götürdüm qızlar. Bilmirəm, ürəyim bugün mərci şorbası istəyir. Ətsiz filansız da nəsə olsun, yəni. Ona görə qırmızı mərci götürdüm. Belə bir qızlar, meyvə qurusu götürdüm. Tropический kokteyl. Bu içində şəkərləri də var, meyvələri yəqin ki. Amma çay içmək üçün çox belə yekə kalorili şey deyil də, yəni. Mandarin götürdüm, kələm götürdüm qızlar, belə pomidorlar götürdüm. İnanın ki, bunun bu vetiçkaları var. O qədər gözəl qoxu verir qızlar. Elə bil ki, Azərbaycandan gəlib. O dərəcədə bilmirəm, haram производствоsu, yalan deyərəm. Bu turpu da gördük bax mağazada. Sonra nə deyirdim? Şampinyonu gördük. Bunları götürdüm və bunları da görmüşdük qızlar. 3 ədəd şirni, şəkərsiz. Sonra bunları götürdüm. 2 ədəd fasol, indi deyəcəm, lobya. 2 ədəd lobya. Demək ki, biri qızlar 2 manata, 99 rubl nə qədərdir? Yəni, çünki skitka ilə idi. Əgər tək götürəndə hardasa 2 manat 60 qəpiyə çıxır, amma 2 ədəd götürəndə oru çıxır 2 manata. Ona görə 2 ədəd bundan götürdüm. İkincisi buradadır. Yəni 2 dənə də bundan götürmüşəm qızlar, 2 ədəd. Meksikanskaya smes, tərəvəz smesidir bunlar. Biri burada, biri burada. Toyuğun da biri buradadır. Sonra qızlar boranı götürdüm. İnanın ki, neçə vaxt idi mən boranı üçün gəzirdim, tapa bilmirdim. Elə bir bitmişdi şəhərdə boranı mağazalarda. Nəhayət ki, tapdım. 2 ədəd var idi cəmi, birini götürdüm, amma böyüyünü götürmüşəm bunu. Yarısını bişirəcəm. İndi bugün yox, ümumiyyətlə deyirəm. Sonra qızlar bunu götürdüm. Mən adətən domestis işlədirəm. Domestisim var bu dəqiqə. Vanna otağındadır məndə. Elə kakraz gedəndə zalivat eləmişdim, santexnikamı getmişdim. Amma bunu da götürmüşəm santexnika üçün. Çünki oğlanlarda tualetdə ayrı olsun deyə bunu götürmüşəm. Belə. Bunu təkcə tualet üçün istifadə eləyəcəm də. Yəni rakovina falan mən bunu vurmuram. Yazılıb bir santexniki. İşte biz bundan çox istifadə eləyirdik orada naxalmaq. Ona görə də gördüm ki, həqiqətən yaxşıdır da. Çünki mən bunlardan istifadə eləmirdim. 2 ədəd belə tortilla götürmüşəm. 20 ədəd yumurta, xiyar, soğan və salam. Bunların hamısına qızlar verdim demək. Qara çörək də götürdüm. Qara çörək. Qara çörəyi özümə götürməmişəm. Mən ümumiyyətlə çörək yemirəm. Çalışıram ümumiyyətlə yeməyim onu. Belə. Demək, bu məhsullara verdim qızlar 5700 rubl. Bu da eləyir hardasa 700 rubl eləyir 14 manat. 500 rubl də eləyir 102 manat. Demək 116 manat mən bunlara pul vermişəm bu məhsullara. Belə qızlar. İnanın çöldə o qədər gözəl hava var idi ki, heç evə gəlmək istəmirdim. İndi yeməyimi bişirəcəyəm. Yoldaşım gedəndən sonra gəlsin abidə getsin, uşaqlar gedir məktəbə. Ondan sonra çalışaram ki, şət eləmirəm çünki öz xasiyyətimi bilirəm, tənbələm. Çalışacağım ki, çıxım, biraz gəzim həyətdə. Həqiqətən də gəzməli havadır. 28 dərəcə olmağına baxmayaraq qızlar, külək yoxdur deyə, o qədər gözəl havadır, möhtəşəmdir də sadəcə. O qədər sevdim ki, nəsə bugün havanı çox sevdim. İndi gedim yeməyimi bişirim, yoldaşım gələcək birazdan. Abidimi bişirim, uşaqlara demək, toyuq indi yəqin ki qovuracağam. Bilmirəm nə ilə eləyim, sadəcə onu da bilmirəm. Lobya var, almışam, deyirəm, bəlkə lobya çıxması elim toyuqla. Bilmirəm valla. Yəqin ki sulu yemək eləyəcəm qızlar. Çünki neçə vaxtdır quru yeməkdir. Yoldaşım çox da sevmir, sulu yemək sevir.
Ona görə də elə sulu yemək eləyəcəm indi onlara. Özümə, mənim dünəndən qalıb, məndə qreçka qalıb. Qreçka və şey qalıb, toyuğun peçeni qalıb. Toyuğun yox, yalan deyirəm. Malın peçenidir, inəyin peçeni qalıb. Bişirmişəm, qovurmuşam ciyərini. Ondan yeyəcəm yəqin ki, qreçka ilə, bol tərəvəzlə, qatıqla. Amma onlara sulu yemək eləyəcəm indi. Belə qızlar. Axşama ümumiyyətlə mən yemək planlaşdırmıram. Həmişəki kimi, amma nəsə qatıqlayıram, yeyirəm. Çalışacağam ki, qızlar eləməyim, çünki mənim çəkim çox dirənib. Bilirsiniz, həm də mən bunu anlayıram ki, indi mənim çəkim həm mənim yeməyimdən asılıdır, həm də biraz hormonaldır məndə falan gedir deyə. Çünki hər gecə baş ağrılarım olur. Ona görə də başa düşürəm ki, bu ola bilər hormonlarla əlaqədardır. Nəsə orqanizmdə dəyişiklik gedir, ona görə də çəkim də dirənir. Nəysə, yeməyimi bişirim qızlar, birazdan yoxsa yoldaşım gələcək. Ya vəziyyət işi yaxşı olmayacaq. Qızlar, sizə bayaq dediyim məndə zapasda var bu məhsullar, elə bilərsiniz yalan danışıram. Şkafdan indi dastavat eləmişəm. Kaşa məndə 3 ədəddir. Asyanla kaşa, 3-ü də çiyələklidir, yəni. Sonra belə peçenyelər var məndə. Şokoladlı dedim sizə, bu pankeklər var. Sonra belə pankeklər var. Və 2 ədəd, bunlar Bounty tipində konfetlərdir. Bunlar da şəkərsizlər var. Hamısı güzel şəkərsizdir. Az kalorilidir yəni. Belə. Mən də qızlar nəsə yeməyimi pişirim. Bunları sizə göstərdim. Özüm bunların hamısını yığacağım bir yerə. Это я показала в магазине еще. А вот это məndə evdədir. Qızlar, salatım hazırdır abedə. Belə bir 2 qabda salat eləmişəm. Burada kitayski kapusta pekinskaya, yəni turp, rediska, biber, pomidor, xiyar, göyərti və salam. Bunlar da elə sağlam qida, yəni. Bir də burada sulu yemək qoymuşam. Qızlar, günortaya belə yemək pişirdim evdəkilərə. Özümə isə qreçka, ciyərlə istəyirəm indi. Siralkada işləyir, imkan vermir. Baxın qızlar, zəfəran o boyda belə bir dənə banka oldu. Bu hardasa 3 stəkan bunun içində olar, yəni. 0,5 1 litrlik şeydir də bu. Balondur, 1 litrlik bankadır. Bu da xeyli mənə bəs eləyəcək inşallah ki. Detoks suyumu da qızlar bura süzmüşəm. Səhər hazırladım. Bir ön təmbəllik eləmişdim, hazırlamamışdım. Səhər hazırladım. 2 stəkan içmişəm. Biraz çox eləmişəm bugün. 2 krujka içmişəm. 0,5. Deməli 1 litr yarım su içmişəm. İndi saat bizdə 4'ə qalıb 10 dəqiqə. Mən də yeməyimi yeyim. Çünki başım ucu başlayır ağramağa. İstəmirəm yenə dərman içim. Hər gün inanırsınız dərman içirəm. Və bugün çalışacağım ki, bu detoks suyumu bilmirəm bitirə bilərəm ya yox, amma çalışaram ki, içim axıra kimi. Qızlar, yeməyim hazırdır. Burada ayran düzəltdim özümə kefirdən, qatıqdan. Bu da mənim tərəvəz salatım. Belə. Hamınıza nuş olsun qızlar, mənə də həmçinin. Qızlar, indi Valbersan zakazımız gəldi. Xəbər belə bir dənə penal zakaz eləmişdi. Sözün düzü şəkildə başqa cür görünürdü. Çox da nə bilim, xatir ben nравится. Çox da belə nə bilim. Он большой, ты чё, посмотри. Rəngi elə bir şeydir, özü də nə bilim, seksiyaları da çox da yaxşı yoxdur içəridə elə bil. Bir dənə çöldə var. Bir dənə də qızlar bu dondur. Xay, atır, pожалуйста. Yəni belə bir dənə rəngi, amma ki bu şəkildə həqiqətən rəngi ayrı cür görünürdü deyim sizə. Biraz bardovu rəngdə gəlib, amma mən qırmızı rəngdə demişdim. Seçmişdim sözün düzü. İndi baxarıq necədir əynimə. Xoşuma gəlməsə əgər qaytaracağım. Çünki rəngi belə qırmızı düşür qızlar. Amma əslində bu bardovu rəngdir. Qırmızı rəng deyil bu. Mən qırmızı istəyirdim. Qırmızının özünü sevirəm. Necə indi düşür elə sevirəm. Amma videoda həqiqətən qırmızı düşür. Amma belə qırmızı deyil. Belə bardovuydu bu. Bilmirəm sizə necə göstərim bunu. Amma bardovuydu. Baxın, üstündə də daje bardovu yazılıb, görürsünüz. Amma mən qırmızı rəngi seçmişdim. Nə bilim valla. Baxaq görək də necə yanaşacaq. İndi üzümə maska eləmişdim qızlar. Demək 2 ədəd aspirin, yumurta sarısı və 1 çay qaşığı soda. Üzümə baxacağım, görüm necədir. Xeyli vaxtı eləmirdim belə maskalar. Patçı qoyuram arada gözaltı, amma ki maska eləmirdim. Mən o mağazin maskalarına inanmıram, amma belə
Özü evdə düzəltmə maskaları əslində xoşum gəlir. Qızlar, belə bir dondu. Məndə həmişə üst-üstədən problem olur. Altdan mənə normaldır. Başımı yumuşam, bağışlayın. Hələ saçımı qurutmamışam deyə. Belədir. Demək ki, yuxarıda mənə həmişə baldardarı olur, amma aşağıda normaldır. Çünki aşağı hissəm böyük deyil deyə, amma yuxarıda məndə problem olur da, yəni. Cibləri də var böyründə. Arxası da yaxşıdır. Arxa kameradan görürsünüz qızlar. Arxa kameradan da belə görünür. Qızlar, Xavər mənim Wildberries bağlamalarımı gətirdi. Açmamışam. İndi açıb göstərəcəyim sizə. Mən bu ara açdım qızlar qabaqcadan. Чтобы достать или Михаил, подержи, пожалуйста. Bu şalvardır. İnanırsınız, materialı qəşəngdir. Çünki orada yazılmışdı. Neçə nəfər недовольство göstərmişdi ki, pisdir. Ancaq əslində qəşəng görünür valla. Nachosla yazmışlar. Nachos yoxdur. Nə yaxşı. Mən əvvəl zakaz elədim, sonra baxdım ki, içində yazılıb ki, orada yazılıb ki, nachoslandır. Nachossuz gəlib, çox gözəl. Biraz indi geyinmək yaxşıdır. Mən isti şalvar sevmirəm qızlar. Bu 54 razmerdir, bağışlayın. 54 razmerdir, 8XL göstərir. Bilmirəm indi. Baxım görüm. Burada yazılmayıb, görürsünüz. Razmeri yazılmayıb. Amma bəlkə içində bəlkə var. Bu ayçadır qızlar. Baxın. 1 kilodur. Qəşəngdir. İnanırsınız, mən bunun kilosunu 1000 qədər almışdım bazarda. Düzdür, biraz yumuşaqdır, amma eynən belə idi. Bu isə hardasa 400 qədərdir məncə. Çox da yaxşı qiymətə. Bu da köynəyimdir. Qolları bax, budur belədir. Orqanzadır, yəni. Qolları qabağında belə. Qəşəngdir. Məncə çox uzun da deyil. Yox, uzun deyil. Belə qızlar. Qızlar, yüngülcə makyajımı yaptım. Yüngülcə deyirəm, amma ki, belə də. Nəysə, makyaj yaptım. İndi gedirəm. Gedim əvvəl işlərimi görüm, poçtaya dəyim. Sonra gedəcəyəm. Bilmirəm, məktəbə gitməliydim. Dünən məktəbdə biraz narazıçılıq var idi Xavərlə. Sözün düzü onu incitmişdilər. Ona görə də müəllimə demişdi ki, gələrsən, amma nəsə səs soraq yoxdur. Orada ayrı valideynlər də gəlməlidir. Biraz uşaqlar aparmalıyıq, yəni uşaqlar biraz kodluq eləyib Xavərə qarşı. Ona görə də zəng elədim, danışdım. Dedilər ki, gələrsiz, bəs həll eləyəcəyik də. Yəni olmasın da, yəni belə şeylər. Çünki uşaqdılar, mən anlayıram, amma yenə də oğlan uşağının, qız uşağının əl qaldırmağa heç də ixtiyarı yoxdur. Ümumiyyətlə, heç kəsin əl qaldırmağa ixtiyarı yoxdur. Ona görə də biraz dünənlərindən əsəb keçirmişdik. Bugün Xavər getdi, olimpiyadaya getdi, rus dilindən. Bugün rus dilindən getdi. Sonra arada olacaq ingilis dilindən, sonra literatur, ədəbiyyatdan. Maşallah ki, balam yaxşı oxuyur, şükür Allaha. Ondan heç problemim yoxdur. Ümumiyyətlə, mən ondan dərs oxumuram. 4-cü sinifdədir, yəni. Ondan əvvəl də heç oxumamışam. Təkcə 1-ci sinifdə biz ondan məşğul olmuşuq. Ondan sonra yox. Sırğalarımı geyinəcəm qızlar. Saçımı sözün düzü heç nə eləmədim. Elə belə sadəcə şey elədim, şikoka ilə. Saç tökülməməsinə serum demişdim. O bir şeydə sizə həmin serumu səpmişdim yenə də və üzümə də maska eləmişdim. İndi çıxıb gedirəm. Belə. Nəsə qızlar, hələlik bu videonu burada saxlayıram. Çox uzun bir vlog olacaq deyə. İnşallah ki, bundan sonra yerində çəkəcəm tez-tez. Dünənki aldığım kostlanı geymişəm. Qara şalvarımı geymişəm. Belə. Hələlik.